Dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətlərinin yuxarı həddi və onların qüvvəyə minmə tarixləri təsdiq edilib. Tarif Şurası bununla bağlı qərar qəbul edib. Qərar 2025-ci il 5 aprel tarixindən qüvvəyə minir. İranlılar İslam Respublikası ərazisini işğal edən hər kəsin ayaqlarını kəsəcəklər. Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi ABŞ-nin təhdidlərinə cavab olaraq deyib. Ümumdünya Səhiyyə Təşkilatı dünyanı yeni pandemiyanın istənilən an baş verə biləcəyi ilə bağlı xəbərdar edib. Aprelin 2-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeier mətbuata bəyanatlarla çıxış ediblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatından sonra Novruzun ölkədə rəsmi bayram elan edilməsi prosesi başlayır. Rusiya prezidenti Vladimir Putin Ukraynada vəziyyəti sülh yolu ilə həll etməyə hazır olduğunu bildirib, lakin Kiyev bu yola getmək istəmir. Bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib.